Türkiyədə içərisində Azərbaycan vətəndaşları olan avtobus qəzaya uğrayıb. 90 DS 393 dövlət nömrə nişanlı sərnişin avtobusu Sivasın Tökmədaş kəndi ərazisində aşıb. Hadisə nəticəsində 5 Azərbaycan vətəndaşı həlak olub, 29 nəfər isə yaralanıb. Avtobusda 30 sərnişin, sürücü və onun 2 köməkçisi olub. Əraziyə çox sayda təcili tibbi yardım maşını, polis və jandarm qüvvələri gəlib. Qəzaya səbəb kimi isə havanın yağmurlu olması göstərilib.